Sən hamıdan birincisən mənim ürəyimdə, həqiqətən. İndi bənim TikTok'dan bir ana gəlir bura. Kasıb bir anadır. Deyir kızım ürəyimdən keçdi, turşu bağlamışam, sənə turşu getmək istəyirəm. Mən deyim ki, yaydı mən turşu yemirəm. İnsandır da könlündən keçir, onu eləmək istəyir mənə. İndi gəlmişəm salonda onu gözləyirəm. Bura gəlir, salona gəlir. İndi sən də bayramda elə könlümdən keçdin, istədim gəlim səni götürüm, gətirim. Bayaq daha günə deyirəm ki, göndər bir 3 gün gəlsin, bizdə qonaq qalsın. Həm biraz əsəblər sakitləşər, həm biraz eyni açılar. Təzə evim də çox qəşəkdir, yerim məlum. Hə, gördüm, düzəldirdin, yığışdırırdın. Eləyirdin, hamısına baxmışam. Elə həmən o binadadır. Elə siz gələn bina var, o binada 4-cü mərtəbədədir. Nə vaxt istəsən, bax burada sən nə vaxt istəsən, ha vaxt ürəyin sıxılsa, bir kəlmə de Aslana, Aygünə mənə yıxsınlar, mən taksi göndərim, səni götürsün, gətirsin. Yaxşı mı? Allah ürəyi ona görə versin. O bir balağa min budaq eləsin sənə. Balağın qarşısına yaxşı, özün kimi layıqlı insan çıxarsın. Evet, bax sizlərin dualarıdır, bax buradakı anaların dualarıdır ki, o gün evdə mən təzə köçmüşdüm, bir gün deyil. Nəsə olmuşdu, Lalə, onu soruşacaqdım. Qaz partlamışdı. Qaz partlamışdı. Yaxşı. Valla. Hamısı bax sizin dualarınızdır məni qorudu. Birdən deyirlər ki mənə, nə bilim belə elədin, heylə elədin, nə bilim çörəkləri dizin üstündədir. Deyirəm, ay kişi, bax, oruçluq ayında heç onların bu qədər yemək yeməyi yoxdur. Bir tikə çörək qoydum o ananın qabağına, bəlkə o of sanata keçdi. O qaz partlayardı, nə günə qalardı. İnanırsan, Lalə, sənin canında o gəncəli arvad vardı, 49 yaşlı, yaşın da deyim. Dedi, 49 yaşın var, sən də dedin, elə ki, bir deputat səsi, kolxoz sədri səsi gəlir sənə. O arvad çox təhqir elədi məni, mən, yəni, girmək istədim, çalışdım ki, girim, mən ona cavab verim. Sonra özümü sıxdım, saxladım. Dedim, Allahım, mənə səbir vercinən. Mən yiyən deyiləm. Daha çox Aygündən şikayət edirlər. Sizdən hamına abarat. Məni siz niyə çox istəyirlər, deyim sizə. Çünki mən sizin tərəfinizi saxlamışam. Həmişə Aslanı da anlamışam ki, anandır, yaşlıdır, uşaqlaşıb, kaprizli olub, nazlı olub. Ona görə analar məni çox istəyir ki, sizin tərəfinizi saxlayıram. Axı sizin haqqınızda pis söz deyən olmayıb mənim. Yox, deyir ki, Zeyran görürsən, təpişdirir, belə eləyir, belə kobud danışdı. Hamısına qulaq asmışam, eşitmişəm, özüm eşitdim, özüm. Belə qıraqdan baxırdım, gördüm səni, gördüm sən oradasan. Amma o dediyin söz yadımdadır. Hə, burada bir xanım vardı, səsi belə. O da ki, hardaydıq? Mən dedim ki, gördüm Aslan da belə pis olubdu. Yəni, Allaha xatirdə, Allaha xatir elədim. Dedim ki, durun gedək. Aynen, bax bir şey deyirəm sənə. Allah bizə nələri bağışlayır. İçki içirik, nə bilim, qeybət qırırıq, haqsızlıq edirik. Sonra tövbə eləyirik, Allahın yoluna dönürük, Allah bizə bağışlayır. Biz Allahdan artıq adamlar deyilik ki, bəndələri bağışlamayaq. Bax, mən yazırlar ki, Aygün sənə söymüşdü, niyə onu bağışlayırsan? Deyirəm ki, mən... Siz başa düşən insansınız ona görə. Hello. Gəl indi buna başa saçı, çıx efirdən. Hello, mom. Ay bala, çıx get. Aygün, çıxaq təzdən bir də qoşur da. Kimdir? Qızdır bu? Yox, xaricidir. Bilmirəm. Matı getdi. Get, gəldi. Sağ ol, sağ ol. Hello. Nice to meet you. Matı getdi. Hadi, zaçqa benim danışarıq. Nə gözəl qızdır ki. Kim? Deyir, Lalə. Az nə, gözəl nədir? Gözəl nədir? Alayı, elə hörmətli, elə şeydir, sən onun evinə git görsən nələr. Mən balaca Ceyranam, baxın. Ceyran kinosuna baxmısan, düdüd. Az kimi yekətmə. Doğrudan kinon mübarək olsun. Mübarəkdən keçib daha kino. Kino qutardı dünən daha. Hə, mübarək günün olsun. Sağ ol. Hə, boşumdan nə qədər elədim, dedim ki, qoy gözləyim, bəlkə heç kimlə yox, sən Günah mənimdir, sən mənimdir, düz eləmsən. Mən haqq qazandırıram sənə, ürəyim qurban sənə, Laləm mən. Mən çox şad oldum, sevindim ki, siz mehribanlaşmısınız, zarafatlaşırsınız. 3 günlük dünyadır, əsəblərimi pozma.
Sən də yaşdaşmısan, yanında sənin də gəlinə ehtiyacın var. Mən analar tanıyıram ki, o pis gəlini belə istəyir ki, yanında olsun, bir stəkan suyunu versin. Tək damların altında qalır. Yaxşı elədin, sən böyüklüyü elədin, Acun da daha kiçikliyini eləsin, sən bir sözünü ki eləməsin. Verin. Görüb də telefonumu. Deyir, telefonu göstər, qızım deyirsən, sənə bir alfon alsın. Deyirəm, telefonumu görüb də, mən ona demərəm. Alfon təzə çıxıb o telefon. Mən o markanı tanımıram. Mən heç özüm işləmirəm onu. Mən alfonu heç sevmirəm mənə açığı. Heç versələr də götürmərəm, həqiqətən. Görürsən neçədir alfonlar? Xoşlamıram. Məndə deyir, Samsungdur. Hə, yox, mən alfonu xoşlamıram. Həqiqətən, mən elə yüksəkdən gəlmərəm də, heç kimə də heç onu demərəm, 100 il qala. Ay Cəmaləddin bəy, 32 levelsən, alarsan mənə alfon telefonu? Neçədə aşı? 4000, 5000 manatdır. Ondan sonra bir 07 alıb sürərəm də özüm üçün. Ay, sağ ol. Ona verilən pulları, nə fərqi var? Bu telefonda da sən eyni insanı göstərir, onda da eyni insanı göstərir. Ay, sağ ol. Neynirəm mən, bu boyda da deyir o... Qara inək südaha görə mələcinə. Bir belə deyim var. Ay, sağ ol. Heç mən bu boyda salon işlədirəm, alfon işlətmirəm. Vallahi, mən elə yüksəkdən gələn insan deyiləm. Heç kimlə də indiyə qədər heç nə istəməmişəm. Hamının sağlığı, xoş sözünə. Mən bir dənə sevgiyə ehtiyacım var. Başqa heç nəyə. Bu dünyada hər şey görmüşəm. Atam evində, baba nənə yanında. O qədər var. Ana, saçların ağarıb da, ha vaxt gəlirsən, gəl sən saçma kraska qoyaq. Yox, qoymayacam. Bu dəfə qoymayacam heç. Niyə? Ağappaq ağardaşsan? Hə, qoy ağarsın. Dişi var, taxa bilmir, öyrəşə bilmir dişinə. Var dişinə. Dişi model sumkamdadır. Zahir müəllim düzəltdirib, özdə qəşəng bahalı dişdən. Şamil doktora. Dağlar qızı, xoş gəlsin. Aysel xanımla. Aysel xanımı da buradan salamlayıram. Aysel nə qızı idi, adı yadımdan çıxıb, Allah bağışlasın günahımı. Yəni o da bir gözəl Türkiyədədir. Aktrisadır deyəsən məncə. Həm jurnalist olub, həm aktrisalı. Kino çəkilişindədir, Türkiyədədir. Hə, nə gözəl. Aysel xanım, onu öpürəm, bağrıma basıram. Buradan onu da Ramazan bayramını təbrik eləyirəm. Elə fürsətdən savabı sənə qalsın, Laləm. Sənin hesabında. Elə, təbrik elə. Təbrik eləyirəm. Bax, bir stəkan su verib, sənə qapı açıb. Bəli. Telefonda zəng elib. Yəni, mən çox insanları buradan təbrik eləyə bilərəm. Yəni, mənə qapı açıblar, qucaq açıblar. Hamısı da eşidirlər, canlıda olanlar var. Özünüz bilirsiniz də, siz bizə gələsiniz deyə mən razı oldum ki, Aslan da gəlsin. Yoxsa demişdim ki, gətir, qoy, get. O prosesor gördüm, alınmır da. Taksi aşağı, taksi yuxarı. Nə sözlər yedim də, nə sözlər dedilər mənə. Nələr yapdılar, yapışdırdılar. Heç nə olmaz. O deyir, quru divara palçığı vurursan, şap düşür yerə. Tutmaz. Sən ürəyin sıxma. Sənin biri ailə dağıdansan, biri dedi Aslana gözün düşür. Yox. Sənin xarakterin sifətindəki o nurdadır. Mən buradan səni qəşəng görürəm. Allah şahidimdir ki, Aslana da deyirdim, sizə də deyirdim ki, ailədir də, bayramdır, o da tək qalmayın, siz də tək qalmayın. Yəni oldu, pis insanlar da oldu, qatıb qarışdıran da oldu, amma sən təhlikdə mən sənin bir söhbətinə qulaq astım, Aygünlə danışırdın, Aygün oteldə qalanda. Sən onunla söhbət əlaqəsi saxladın, söhbətini eşitdim. Gördüm ki, sən ona qəşəng dəyərli sözlər dedin, başa saldın. Bəlkə də heç Aygünün yaxınları, xala, bibi, məsələn, əmi, dayı, ana belə ona deməkdir. İmtina eləyib ondan, tək qalıb ortalıqda, böyüyü yox, bacısı yox yanında, qohumu yox. Başa salanı yoxdur ki, ay bala, bu işlər belə olur da, yəni belə alınmır. Sən kasıb oğlana gəl. Valla, mən onu, məsələn, pis deməmişəm, pis sözü mən ona deməmişəm. Sənin yanında olmuşam, 2 gündə sənin evində qonaq qalmışıq. Ona dedim ki, Ceyran ana deyir ki, Aygünün təmizliyinə, arvadəsi, səhmanı, pişi-düşüşü, stol açmağı, qonaq gələndə qəşəng üzü ağ, üzünə çıxmağı, yəni hər cəhəti yaxşıdır. Bir dənə mənə qarşı kobudluqları olubdu, yəni mənə qarşı. Ona görə mən onu bağışlaya bilməmişəm.
Amma Olsun, qalan bir işte, səhvliyin, bax, pisliyin, pis cəhətin mən ona deməmişəm. Allah şahidimdir, məni tanıyanlar. İndi o xanımın da talehinə baxsın, öz taleyinə də baxsın. Ay sağ ol. O qadının yaşadıkları, o uşaqların gözün yaşını tökməyi, inan ki, ürəyim parça-parça oldu. Cəllabaddan gəlmişdi. Hə. İndi o da desin mən əziyyət çəkirəm, Aygün də desin mən əziyyət çəkirəm. Nə bilim, vallahi, mənim heç kimə ziyanım yoxdur, Lalə, özün bilirsən. Ay, sağ ol. Mən bir dənə bu gözüm problem olmazsa, bax, belə darta-darta baxıram. Mən birdən səni görürüm, birdən qaranlıq dünyaya düşürəm. Bax, burada yazıblar ki, niyə Aygündən ailəsi imtina edib. Tutunun da ailəsi ondan imtina edib də. İndi tutun... Vallahi, onu biz deyə bilmərik, onu ailəsi bilər, anası bilər, özü bilər. Biz ailəsinin içini bilə bilmərik. Mən qınıya bilmərəm. Hər ailənin özünü sirri var. Elə bir şey eləyər ki, mən onu başı gedib asan xidmətdən silərəm. Ona görə heç kimi qınamayın, ay uşaqlar, ay qızlar, ay xanımlar, ay analar. Bax, bugün Ceyran ana barışıb düzdür. Onu belə qınamayın. Nə bilirsiniz, nə dərdi var, nədən qorxur, nədən çəkinir, niyə barışıb, məqsədi nədir? Bilmirik axı. Biz evin içi bağlı qutudur. Biz bilmirik. Düzdür. Bəzən evlatlarımız üçün nələrə göz yumuruq, nələri qəbullanmırıq. Mən balamın hər zaman, balalarımın ikisinin də hər zaman yanındayım ölənə qədər. Çalışdığım qədər balalarımı mən atmayacağım. Yəni mən ona görə buradayam. Balama görə buradayam. Əgər istəmirsinizsə çeti bağlayım. İstəmirsinizsə çeti bağlayım. Normal mesaj yazın. Fikrinizi bildirin. Açıq söyüş yazmayın. Fikrinizi bildirin. Mən sizə hörmətlə yanaşıram. Fikir vermədinə, fikir vermə. Sevməyə bilərsiniz. Amma açıq söyüş yazmayın. Məni hamı istəməli deyil ki, ürəyim, Lalə məni. Əlbəttə ki. Məni o qədər istəyənlər var, istəyənləri də, istəməyənlərin də Allah canını sağ eləsin. Buradan hamısına can sağlığı, Allah bol ruzu versin. Ruzuların, onunla pulların var, dövlətlərin çox eləsin, məni yadlarından çıxartsınlar. Amin, İstəməyənləri arzulayıram bunları bu əziz gündə. Nə gözəl arzudur. Mən həmişə deyirəm ki, mənlə uğraşan adamın Allah başını özünə elə qaçsın ki, mən onun yadından çıxım. Amma götürən ana nə deyir? Mən bir ana kimi deyirəm buradan, bax bir dəqiqə, bir ana kimi sənin canında o məni sevməyən, məni təhqir edici burada sözlər mən də bəzən gözüm açılanda oxuyuram, bəzən tutulur oxuyamıram. Yəni mən də buradan onlara deyirəm ki, ay məni istəməyən bəndələr, Allahın yaratdığı, məni də Allah yaradıb, sizi də Allah yaradıb. Mən Allahın altında heç bir gün görməmişəm, heç bir gün yaşamamışam, xoş günüm heç olmayıbdır. Yenə də bu günümə də şükür eləyirəm, Allahımdan çox razıyam. 3 balam, yəni Zəngilanda, Seyid Həsən ağa, Seyid Hüseyin ağanın ayağının altında qəbrin var orada, Müşlan kəndində. Zəngilan rayonunun Müşlan kəndində. Orada bastırıb qaynanam, qaynatam aparıb basırıblar orada 3 balamı, 2 oğul, 1 qız balamı. 2 balama da, Nabatıma, Aslanıma da min şükürlər, min şükürlər. Allah hamımızı saxlasın. Yəni mən elə bir anıyam ki, mən heç kimi, məni sevməyənlərə buradan deyirəm ki, bugünkü bu Ramazan bayramında Allah Taala sizə ürəkdən deyirəm. Mənim ahımı da, alqışımı da Allah eşidib, dualarımı Allah eşidib. Buradan o məni istəməyən bəndələr, burada pis təhqir edici mənə yazdığı sözləri yazan balalarıma, böyüklərə, kiçiklərə, hər kəsə buradan deyirəm ki, Allahdan mən sizə bax bugünkü gündə bol ruzu, var dövlət, ən başlıca sağlam can versin, başınızdan Allah 1050 töksün, məni unudasınız, məni gözünüz görməsin, mən kasıb olum, qoy mən aşağıda qalın. Allah sizi həmişə uca eləsin. Səsinə qüvvət versin. Dualarınızı Allah eşitsin. Mən heç kimə pislik eləyən olmamışam. Heç cavanlığım var. Ceyran ana, elə bir ki, burada yazanlar var. Bunların evində anası ilə mi, qardaşı ilə mi, bacısı ilə mi, gəlini ilə mi, sözü söhbəti olan, səsləri evdən çıxan, qonum qonşu heç olmayıb da. Bunlar hamısı süddən çıxmış ağ qaşıqdır. Ay bala, ana bala arasında belə söz söhbət. Neynək? İstəyir mən həmişə verilişdə də deyirəm. Məni də burada məşhur eləyən Zaur balama, Zauruma, canım ciyərimdir o, mənim ürəyimdir. Zauruma dua eləyirəm ki, Allah onun 2 balasını saxlasın. ATV kanalına, rəhbərliyinə, Zaurumun komandasına, Zaurumun şəxsən özünə,
Allah onun atasına rəhmət eləsin. Onun 2 balasının gözünə çıraq eləsin. Anası Dilavər bacıma can sağlığı versin, uzun ömür versin. Nəvə, nəticə, kötücə toyların görsün onları, xeyrin görsün Zaharın. Zaharıma Allahdan can sağlığı, uzun ömür, sağlam həyat, gözəl belə mənalı, şən, həmişə onun Allah başından 1050 töksün. Onun sayəsində mən məşhur olmuşam, tanınmışam. Məşhur demərəm, yəni tanıyırlar da. İndi gedirəm, hara gedirəm. Eləyənləri. Herkese salam, TV Show magazin kanalımıza hoş geldiniz. Bizimle Sən verilişinin iştirakçıları Ceyran xanım ve Aygün birlikte araları bir vaxtlar dəyən Lalə ilə birlikte TikTok'da canlı yayımda iştirak ediblər. Həmin görüntüləri sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi və fikirlərinizi yazmağı unutmayın.